Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin vel akibetu lil muttaqin. Thummas-salatu vesselam ala eşrefil enbiya'i vel murselin habibi ilahil alamin Ebu'l Qasim Muhammed ve ala alihi tayyibin tahirin el-ma'sumin la'nu daim ala adaihim minel an ila qiyam yevmiddin. Allahümme accil li velikel ferac vel afiyete vel nasr. Esselamu aleyke ya Nurallah ya Hasan ibn Ali'nin Muçteba ve rahmetullahi ve berekatuh. Allah Təbarək Teala bu gözəl ayı minnət sahibi hamımızın üzərinə bir minnət olaraq nemət ihsan edib və inşallah Allah bu ayın bütün ibadət, itaət, duaların və iftar məclislərin sizlərdən Əhl-i Beytin kərimi olan İmam Həsən Muçteba əleyhisselamın hörmətinə gözəl vəcsi, gözəl surətdə qəbul etsin inşallah. Quranda Allah Təbarək Teala bir konuda bəhs edir və biz hamımız təqribən bu konunun haqqında bilgilərimiz vardı, duymuşuq, eşitmişik. Amma biz bilirik ki, Quran o qədər dərin bir dənizdir ki, insan ömrü, insanlığın ömrü çatmaz ki, onun tam həqiqətlərini qavrasın, dərk eləsin. Həzrəti Zəkəriyya əleyhisselam ömrünün kibar çağında Allah Teala'dan bir münacat eləyir və Allah Teala da ona bir göz aydınlıq verir və müjdə verir və buyurur ki, ya Zəkəriyya, biz sənə bir oğlan, Yəhya adlı oğul evladı ilə sənə bir muştuluq veririk, göz aydınlıq veririk, müjdə veririk və elə bir oğuldur ki, ta o zamanın Həzrəti Zəkəriyya devrinə qədər yer aləmində bu oğulun ismi Yəhyadır və Yəhya adlı bir kəs yer üzərində olmayıb. Necə ki, Allah Teala buyurur ki, Ləm nəcəl ləhu min qablu Səmiyyə, yəni Yəhya adlı onun ismini daşıyan bir insan yer üzündə olmayıb. Bu çox bir bəsit bir məsələdir. Allah Teala bir muştuluq verəndə, müjdə verəndə, göz aydınlıq verəndə onun içərisi tam ilahi sirlərlə, hikmətlərlə dolu olar. Əgər diqqət etsək, Allah Teala bir çocuğun, bir oğulun dünyaya gəlməsi üçün bu qədər əhəmiyyətli bir Quran kimi bir kitabda bu mövzuya bu qədər yer verirsə, yəni burada yalnız elə Yəhya Peyğəmbərin ismindən bəhs olunmur, bəlkə Yəhya Peyğəmbərin fəzilətindən, onun kəmalından, onun təqvasından, onun Allaha əbd, qul olmasının dəyəri vardır ki, həm Yəhya adı ilk olaraq Həzrəti Zəkəriyyaya ömrünün o qocalan çağında əta olunur və həm də ki, belə bir oğul ki, Həzrəti Yəhyanın da Peyğəmbərlik tarixində məzlumiyyəti, Tohid dininə görə olan məzlumiyyəti ki, hamıya bəllidir. Amma əsrlər zaman keçir, Allah Teala Hicri qəməri tarixinin 3-cü ilində 15 Ramazanda nübüvvətin əhl-i beyti olan Həzrəti Əli və Fatimə əleyhisselamın da evində bir oğlan uşağını dünyaya
gəlməsinə iradə edir ki, bu da Allah Taala'nın yer aləminə olan növbəti bir böyük və əzəmətli hədiyyəsi olur. Və bu oğlan uşağı necə bir çocuqdur, necə bir evladdır. Kəmalda, fəzilətdə, özü muttəqidir, təqvalıdır ki, öz yerində, amma təqvanın da nişanıdır. Elə bir insandır ki, elə bir hədiyyədir Allah tərəfindən ihsan olunur ki, Həzrəti Əli və Fatimə əleyhissalama əgər bir adam təsəvvür eləsə ki, əbədi həyatda səadətə nail ola və cənnətin sakini ola, cənnət əhli ola, dünyada onun vilayətini qəbul etmədən, onun məhəbbətini, məvəddətini dərk etmədən o səadət əbədi həyatda ona qismət olmaz. Niyə? Çünki cənnət gənclərindən, ikisindən biri olan və böyüyü olan bir ağanın vilayətini qəbul eləməyənə cənnət haramdır. Necə olur sən dünyada bir ağanın vilayətini qəbul eləmə, amma cənnətdə gənclərə sərvər olan, ağa olan, əfəndi olan bir kəslə sən əbədi həyatda ömür sürəsən. Bu, ziddiyyət təşkil edir bu haqda. Bu, elə bir mövluddur ki, Allah Teala tərəfindən əgər dünya İmam Hüseyin əleyhissalamın ətrafına dövr eləyir, təvaf eləyir, Hüseyin eşqi dünyanı özünə cəlb edibsə, İmam Hüseynin həyatında iki imamı olubsa, onun biri bu mövludun sahibidir. Və Allah Teala hər kim əgər istəsə ki, İmam Hüseyin əleyhissalamın vilayətini qəbul eləyə, onun vilayəti olmadan İmam Hüseyin kimi bir şəxsiyyətin vilayəti keçərli deyil. Əsli bir nöqtə burada budur ki, Allah Teala Həzrəti Zəkəriyya Peyğəmbərə müjdə verəndə və onun Yəhya oğlunun ismini deyəndə və Yəhya kimi bir ismin yer üzündə ta o zamana qədər olmamasını deyəndə, Allah Quranda demir ki, onun ismi mənim kəndi ismimdəndir. Amma bugünkü mövludun sahibinin ismi Allahın Əsma-ül Hüsnada olan, Cövşən Kəbir duasında oxunan Əl-Muhsin ismindən alınmış Həsən ismidir. Çox mən bu konuda bir neçə mövzulara bir işarə eləmək istərdim ki, onlardan qaynaq ünvanında istəyərdik ki, Əhl-i Sünnət mənbələrindən İbnƏsirin öz kitabında bu konuda yazdığı bir məsələyə bir qeyd gətirək. İbn Əsir deyir ki, tarix yazarlar, müvərrixlər öz kitablarında cahilliyyət devrində İki isimlə tanış deyildilər ki, o isimləri öz kəndi evladlarına versinlər. Biri Həsən idi, biri Hüseyindir. Bunu Əhl-i Sünnət alimi deyir. Əsədül Qəbə fi Mərifəti Səhabə kitabında nəql olunur və ən demək ilgili nöqtə buradadır ki, bu alim yazır ki, Allah Teala hətta cahilliyyət devrini ki, biz burada qeyd olunur, amma Peyğəmbərin 13 yıllıq Məkkədə təbliğində belə biz kimsənin evladını Həsən və Hüseyin ismində görmürük. Orada da olmayıb. Yəni ilk dəfə Həsən ismi Allah Teala tərəfindən İbnƏsirin nəql etdiyi tarixi dəlilə istinadən əsasən ilk dəfə buyurur ki, Allah bu isimləri Peyğəmbərə vəhy olaraq göndərib. Vəhy. Və iki isim
həm Yəhya ismi vəhyidir, həm İmam Həsən ismi vəhyidir. İmam Hüseyn əleyhissalamın da ismi vəhyidir. Çünki bugünkü münasibət İmam Həsən əleyhissalamadır və İmam Həsən əleyhissalamın da bir cəhətdən elə bizim öz kəndi aramızda məzlumiyyəti var ki, ağanın biraz fəzilətləri, məqamı haqqında biz öz kəndi həyatımızda biraz çox az yer ayırırıq. Amma İmam Hüseynin imamı olaraq İmam Həsən ağanı da həmişə gərək biz İmam Hüseyn əleyhissalamın kənarında yad eləyək. Əmirül-Möminin ağaya bir tərəfdən kunyələrindən əgər Əbəl Həsən deyirlərsə, bir cəhətdən də Əbəl Həsəneyn deyirlər. Və Allahın Rəsulü bu konuda buyurur və bunu istərdim deyəm ki, Allah Taala bu isimləri ki, vəhy olaraq bir insan üçün göndərirsə, məlum məsələdir ki, çox bəsit bir məsələdir ki, bu insanlar özləri demək qeyri-adi bir insanlardır. Zahir görülüşü insan kimidir, amma daxili aləmləri ruhu cəhətdən tam fərqlidir. Diqqət eləsək, bazar ertəsi günündə İmam Həsən əleyhissalamın ziyarətində İmam Həsən əleyhissalama məxsus olan bu ziyarətdə bir cümlələrdən biri də budur ki, deyir: Əssəlamu aleykə ya nurallah. Salam olsun sənə ey Allahın nuru. Allahın nuru hər zaman insaniyyət üçün ehtiyacdır. Niyə? Çünki əgər bu nur olmadan insanlıq toplumu qaranlıq və zülmət içində olar. Allahın Rəsulü İmam Həsən əleyhissalamın isminə aid və İmam Həsən əleyhissalamın Allah tərəfindən doğrudan da bizə bir böyük nemət olaraq verilməsinə aid bir hədis buyurur. Həzrət buyurur ki, Summiyəl Həsənu Həsənən liənnə bil ihsanillahi qamətis səmavati vəl arz. Həsənin ismi Həsən qoyuldu, Həsən oldu. Çünki Allah Taala 7 qat göyləri və yeri bərpa olmasında, durmasında, var olmasında Allah ihsan eləyib bunu. Bu mənada budur ki, yəni bizim görünən qalaktikalar, bütün aləm və bərzəx aləmində ki, bizim görmədiyimiz göylər, bizim görmədiyimiz aləmlərdə hər nə qədər gözəllik varsa, Peyğəmbər hədisinin əsasına əsasən bu hamısı Həsən isminin bərəkətinədir. Bu hamısı Həsən isminin səbəbindəndir ki, onlar doğrudan da Allah Taalanın böyük və əzəmətli bizlər üçün bir nemətidir. Genəldə bütün yaradılış onların nuruna, onların üzünə yaradılıb və həyatın süfrəsi də onların üzündən bizim üçün açılıb. Və bizim də yaradılışımızdan və insaniyyətin genəldə yaradılışının əsli səbəbi bir ubudiyyət bəhsidir, Allaha qul olmaqdır və Allaha qul olmağın da insan üçün özünün faydaları var, özünün karı var və insana bu Allaha qul olmaqdan zərər və ziyan heç vaxt gəlməz. O bəzi mənfi qüvvələr vardı, cərəyanlar vardılar ki, müasir devirdə çalışırlar gənclərimizin üzərində bir manevr versinlər, bəzi əqidə məsələlərində gəncləri yayındırsınlar və onlar, biz bilirik ki, Allahın Rəsulunun zamanında da olublar və bütün peyğəmbərlərin zamanında fərqli cərəyanlar olub. Bir sözlə, yaradılışın əvvəlindən sonuna qədər həyat səhnəsində haqq və batil cəbhəsi və necə deyərlər, şeytan və Allahın cəbhəsi qarşı-qarşıyadır. Bunlar həmişə dünyada İmam Məhdi əleyhissalamın zuhuruna qədər bunlar olub və olacaqdır. Biz bir şeyə diqqət edək ki, Allah Təbarək Teala insandan ilk öncə nə tələb edir? Allah Teala'nın insandan tələb etdiyi insanın
özünün faydası özünün xeyri üçündür ki. Və buyurur ki Allah Taala: "Ya eyyuhan-nas ubudu Rabbakumullazi xalaqakum." Ey insanlar, burada müraciət bütün insanlıqadır, bütün insanlaradır. Sizi yaradan Rəbbinizə ibadət yapın, ibadət edin. Və sözsüz ki, bu ibadətin bir içərisində, daxilində daha bir geniş bir mövzu yer alır ki, ibadətin şərti həmən o mövzudur. O nədir? İbadət yapana abid deyilər. Abid olmamışdan öncə Allaha əbd olaq. Əbd. Əbd yəni Allaha əvvəl qul olaq, təslim olaq, sonra ibadət edək, sonra abid olaq. Və illahim ki, Quran bu konuda ən gözəl örnək bizə verir. Bu da hamımızın bildiyimiz şeytanın ibadət konusudur. Şeytan Allaha ibadət yapıb, Allaha abid olub, amma əbd olmadı, qul olmadı. İbadət yapan gərək ilk öncədə qul ola Allaha, Allahın dediyini eşidə, Allahın dediyinə təslim ola, onun kənarında ibadət yapa. Əgərləri bir insan həyatında həm əbd ola, həm abid, bu insan qazanıb. Yox, bir insan Allaha əbd olmasa, ibadət yapsa, bunun ibadətləri qüsurludur. Bəzi insanlar vardır, mərci təqlidlərə cəhalət üzündən görürsən ki, üzr istəyirəm, bəzi bir sözlər deyirlər. Din alimlərinə bəzi sözlər deyirlər. Özlərinin elmi olmadan, özlərinin bir bu konuda bilgisi olmadan gəlir, hesab eləyin ki, böyük bir nəhəng gəminin qarşısında kiçik bir qayıq gəlir, dayanır, hökm sürür, hökm verir. Böyük sözlər konuşur ki, bu sözlər hamısı cəhalət üzündəndir. Amma aynı zamanda o insanın ibadət yaptığını da görürük. Odur ki, belə halda məlumdur ki, bu halda abid olub ibadət yapanların ibadətləri təhlükədədir. Gərək insan özünü bu təhlükədən xilas etsin. Əgər bir insan, biz dedik ki, Allaha əbd olmadan abid olsa, onun ibadəti təhlükədədir. Nasıl ki, şeytan böyük örnəkdir buna. İbadət yapa-yapa, abid ola-ola Allahın o əzəmətdə, vüsət, geniş rəhmətindən qovuldu. Bəs Allaha bir insan əgər əbd olsa, onun dəyəri nədir o insanın? Allah ona nə verər? Onun cavabını bir Kural ünvanında biz İmam Həsən Müctəba aleyhisselamdan alırıq ki, İmam Həsən Müctəba aleyhisselam buyurur ki, Mən əbədəllah, əbədəllah ləhu kullə şey. Hər bir kəs Allah üçün qul olsa, Allah onun üçün hər bir şeyi qul muti qərar verər. İmam Həsən əleyhissalam bu kural olaraq, bu rəvayəti ilə, bu hədislə bizim hamımıza bir yol göstərir. İstəyirsən ki, sənin bir əbd olaraq həyatında Allah tərəfindən, o əbdin müqabilində Allah sənə bir şey versin, o ən gözəl Allahın verdiyi qarşılıqlı bu ihsan olar ki, hər şey o əbdin qarşısında onun əbdi olar, onun mutisi olar, ona təslim olar, ona tabi olar. Odur ki, bəzi vaxtı böyük İslam dünyasının məsumları mən demirəm. Bizim qeyri-məsumlarımız vardılar ki, İmam Həsən əleyhisselamın bu rəvayətlərinə, bu kəlamlarına əməl edə-edə, Allaha qul ola-ola, Allah Taala onların qarşısında, gözləri önündə bir sıra pərdələri kənara aparmış və onlar bir sıra mənəvi aləmdə həqiqətləri görüblər və bu həqiqətlər aləmi o
insanların, o şəxsiyyətlərin həmişə tabiçiliyində və ona muti olaraq təzim ediblər. Allaha and veririk, İmam Həsən Muctəba əleyhisselamın hörmətinə. Allah Teala bu əbd, qul olmaq yolunu bulmaqda bizə yardımcı olsun. Və onu bulduqdan sonra öyrənib əməl etməkdə Allah yenə bizə yardımcı olsun. Və İmam Həsən ağadan da biz xahiş edək, təvəssül edək. Deyək, ya öz sadə sözümüzlə, sadə dilimizlə, deyək, ya Əba Muhammed, ya Həsən əbnə Əli, sənin ləqəblərindən biri Kərimdir. Sənin o qədər əfəndiliyin, o qədər səxavətin, o qədər sənin verimli əlin olub ki, sənə xalq, el, oba deyib ki, sən Kərimsən. Biz sənin devrində yaşamamışıq, amma biz sənin vilayətinlə, sənin məhəbbətinlə, sənin məna aləmində olduğun bir devirdə biz müvəqqəti bu dünya həyatında yaşayırıq. Bizə bu duaların qəbul olmasında vasitəçi ol günən. Allah bu dünyada İmam Həsən ağanın bizlərə mərifət ilə ziyarətlərin, İmam Həsən əleyhisselamın məktəbinin, vilayətini bizim hamımıza davamlı olaraq bir nemət qərar versin inşallah. Allah axır aqibətimizi xeyrə xətm eləsin və qiyamətin o sıxıntılarında, dar günündə İmam Həsən əleyhisselamın şəfaətini Allah bizlərdən əskik eləməsin. Salavat Muhammed və Ali Muhammedə.